Paytaxtda keçirilən Think Twice adlı beynəlxalq gənclər mübadiləsi proqramı 7 ölkədən 35 gənci bir araya gətirib. Layihə Erasmus Plus proqramı çərçivəsində həyata keçirilir. Azərbaycan, Ukrayna, Rumıniya, Moldova, Fransa, Estoniya və Polşadan olan iştirakçılar rəqəmsal dövrdə tənqidi düşüncə və şüurlu qərar vermə bacarıqlarının inkişafı üzərində çalışırlar. Mən Ukraynadanam, amma hazırda Polşada yaşayıram. Bu layihə zamanı isə koordinator rolunu icra edirəm. Layihənin adı Think Twice-dır və alqoritmlər dövründə tənqidi düşüncədə necə istifadə etdiyimiz haqqındadır. Layihə daha çox süni intellekt mövzusuna toxunur və biz onun yaxşı ya da pis olduğunu demirik. Biz qızıl ortanı tapmağa çalışırıq. Çünki dürüst olsaq, süni intellekt həyatımızı asanlaşdırır. O, bizə ailəmizlə vaxt keçirmək üçün daha çox zaman qazandırır. Amma eyni zamanda bəzən tənqidi düşüncəmizi zəiflədir. Süni intellekt alqoritmlərinin həyatımıza sürətlə inteqrasiya etdiyi bir dövrdə layihə iştirakçıları texnologiyanın gündəlik seçimlərimizə necə təsir etdiyini müzakirə edir. Mən Rumıniyadanam və bu Azərbaycana ilk səfərimdir. Baxmayaraq ki, Erasmus Plus layihələri ilə bağlı artıq müəyyən təcrübəm var. Bu mənim 9-cu layihəmdir. Azərbaycana gəlməyi seçdim, çünki bu çox xüsusi bir ölkədir. Bütün qəlbimlə buraya gəldim. Qeyri-formal təhsil metodu var vasitəsilə gənclər rəqəmsal rahatlığın insanın müstəqil düşüncəsini necə əvəz edə biləcəyini araşdırır, fərqli ölkələrin rəqəmsal vərdişlərini müqayisə edirlər. Mən Moldovadanam və əlbəttə ki, buraya ölkəmi təmsil etmək üçün gəlmişəm. Məncə, sosial mediada çox vaxt Moldovanı unuda bilirlər və buna görə də Think Twice kimi layihələrdə iştirakımız çox vacibdir. Bu, insanların bizi və mədəniyyətimizi daha yaxşı tanıması üçün bir fürsətdir. Həmçinin ölkəmizin keçmiş MDB ölkələri ilə eyniləşdirilməməsi və hamısı ilə qarışdırılmaması da vacibdir. Fərqli mədəniyyətləri və baxış bucaqlarını bir araya gətirən bu mübadilə proqramı yalnız texnologiya müzakirələri ilə məhdudlaşmır. İştirakçılar milli ənənələrini bölüşür, mədəniyyətlər arası dialoqu gücləndirir və yeni dostluqlar qururlar. Think Twice layihəsi olaraq, yəni əsas məqsəd nədir? İndiki bu süni intellektin inkişaf etdiyi dövrdə gənclərdə tənqidi düşüncəni inkişaf etdirməsi, yəni ki, öz düşüncə bacarıqlarını inkişaf etdirməsidir. Tədbirdə 35 nəfər gənc iştirak edir, hər ölkədən 7 nəfər, 7 ölkə iştirakçı var. Bu, həm Bakını, Azərbaycanı görmək bir şansdır. Yəni, gənclər şəhərdə gəzirlər, vaxtları var ki, həm insanlarla ünsiyyətli olsun. Burada bir neçə treninq oldu ki, sırf şəhər mühitinə tanış olmaq imkanı yaratdı. Layihənin sonunda iştirakçılar öz ölkələrində maarifləndirici tədbirlər və kampaniyalar təşkil etməyi planlaşdırırlar. Layihə martın 6-sına davam edəcək. Давай,